Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı David Manukyanın məhkəməsi keçirilib. Qafqaz İnfonun məlumatına görə Bakı Hərbi Məhkəməsində təqsirləndirilən şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən hazırda Azərbaycanda həbsdə olan və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Ruben Vardanyanla münasibətləri barədə də danışıb. O, Vardanyanın 2023-cü il sentyabrın 27-sində onun avtomobilində Azərbaycanı tərk etmək istəyərkən saxlanıldığını bildirib. 5 nəfər idik, söhbət eləyirdik. Vardanyan da oradaydı. Dedim, sən nə ilə gedəcəksən? Çiynini çəkdi. Soruşdu ki, maşınında yer var. Dedim ki, qonşu qadın da bizimlə getmək istəyir. Həyat yoldaşıma zəng vurub soruşdum ki, qonşu qadının getməsi dəqiqdir. Dedi, yox, onun oğlu maşın tapıb. Vardanyana dedim ki, maşında bir yer var. Sonra Laçın sərhəd keçid məntəqəsində saxlanıldıq.